Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovun bir müddətdir görünmür. Globalinfo.az məlumat verir ki, xarici kütləvi informasiya vasitələrində Lavrovun bir müddətdir iclaslarda iştirak etmədiyi, media qarşısına çıxmadığı və açıqlamalar vermədiyi yazılıb. Kommersant nəşrinin yazdığına görə, dünən keçirilən müşavirədə Putin nüvə sınaqları ilə hədələyərkən Lavrov iclasda iştirak etməyib. Qəzet bu vəziyyəti nazirin razılaşdırılmış şəkildə iştirak etməməsi kimi təqdim edib. Demək olar ki, eyni ərəfədə Lavrov Böyük 20-lik sammitində Rusiya nümayəndə heyətinin rəhbəri statusunu da itirib. Bundan əlavə, Sergey Lavrov artıq bir müddətdir informasiya gündəmindən kənarda qalıb. Onun son ictimai çıxışı oktyabrın sonunda olub. Əvvəllər qeyd edilib ki, Rusiya rəhbərliyi Budapeştdə Putin və Trump arasında baş tutmayan danışıqlara görə günahkar axtarır və əsas məsul şəxs kimi məhz Sergey Lavrov göstərilib.